Salam millət, hal-hazırda 2.5 mühərrikə sahib Toyota Surf avtomobil görürsünüz. Bu günləri bu avtomobildə işləyəcəyik. Deməli, bu maşın yanımıza Şəmkir rayonundan gətirilib. Bəzi şikayətləri var, hansı ki onları sizlərə çatdırmaq istəyirəm. Bu maşın qızdırır. Yəni su azaltmağı var, qızdırmağı var. Sonra yanacaq nasosundan solyarka buraxır. Turbodan, yəni maşın sahibinin şübhəsi var ki, turbo işləmir. Çünki çəkimi çox zəifdir dediyinə görə. Sonra burada əlavə baçok quraşdırdılar rayonda. O da elə düşünürəm ki, su həcminə görə, yəni qızdırır deyə su həcmi biraz çox olsun deyə yəqin ki, əlavə baçok quraşdırılıb. Başqa mühərrikdə orta dərəcədə deyim, yağ azaltma problemi var. Həmçinin mühərrikin yan hissələrində də yağ buraxmağı var. Burada deməli biz baxdıq, ilk olaraq, yəni ilk şikayəti qızdırması idi. Ona da baxdıq ki, həmən buradan bir dəqiqə sizə göstərim. Bu qalovka ilə prokladkanın arası olan yerdir, yəni bura. Bura qalovkanın bloku oturan yeridir. Oradan isti vaxtı su köpüklənir, yəni su sızdırır. Buradan da bizə məlum olur ki, prokladkası yanıb. Sonra turboda qabağına sıxıb baxdıq ki, yəni içində orta dərəcədə deyim onu da lift var, yəni normadan artıq lifti var turbonun. Yəni, turbo söküb yoxlanılacaq, yanacaq nasosundakı solyarka buraxan hissə təmir olunacaq. Bir də qalovkanın söküb indi vəziyyətinə baxacağıq, prokladkadırsa prokladka dəyişəcək. Bir də digər yağ buraxan hissələri var, dediyim kimi onlar aradan qaldırılacaq. Sonra bu maşın niyə qızdırmağa başlayıb, yəni hardan qızdırmağa başlayıb onu da deyim sizə. Bu peraval qalxan zaman başlayıb qızdırmağa. Yəni bu da bizə şübhə doğurur ki, radiatoru çox güman ki tutulub. Yəni orada da baçok quraşdırıldığına görə, həmçinin də peravalda qızdırdığına görə, yəni radiatorun tutulması şübhə yaradır ki, onu da yoxlatdıracağıq. Başqa əlavə işlər də görüləcək. Yəni xadavoy sisteminə ofşu baxılacaq, nəyi varsa hamısı təmin olacaq. Bir də korobkada nisbətən gecikmə var. O da yəni yağı çox uzun müddətdir ki dəyişmir. Korobkanın yağı dəyişiləcək. Və sair digər, yəni söküldükcə nə problemi varsa hamısını sizlərə göstərəcəm, hamısı təmir olunacaq. İndi isə ilk olaraq qalovkanı sökməklə başlayacağım işə. Qalovkanı çıxartdıqdan sonra maşının, yəni mühərrikin yağ buraxan hissəsidir, solyarka buraxan hissəsidir və sair digər şeylərdir, hamısı aydın şəkildə bizə görsənəcək. İndi isə mən başlayıram sökməyə, siz də videonu bəyənin, izləməyə davam edin. Deməli, xeyli şeyini sökmüşəm hal-hazırda. Burada kompresor çıxardandan sonra bu yağın axarını izlədim. Bu belə olur da, burada dəmir olur qalovkanın qabağında. Gördüm ki, bu dəmirin arxasından yağ gəlir də option. Bəsində açılmır, prosta yerdə açılır. Bəri başdan açdım ki, baxım görüm bu raspidval buraxırmı, buraxmırmı da baxdım ki, raspidval salnik elə buradan buraxır. Bu yağın hamısı elə buradan da axıb gedilmiş. Sonra pompanı açdım, pompanın vəziyyətinə baxmağa. Pompa da gördüyünüz kimi təmiz belə pas atıb. Yəni bu dəyişiləcək. Sonra radiatorun içi də, yəni üzdən belə çirkli görsənir. İndi bu üstü təmiz açılanda lap dəqiq bilinəcək. Qalovkanı çıxartmışam hal-hazırda. Deməli burada görürəm ki, silindirlərin hamısı ilk olaraq naqarlayıb. Buna görə hava filtrini çıxartdım ki, baxım nə vəziyyətdədir. Və görürəm ki, hava filtri çox uzun bir müddətdir ki, dəyişilməyib, təmiz tutulub. Yəni çəkməməyindən şikayət var idi. O da yəni turbodan şübhələnirdi. Turboda yenə də şübhə var. Çünki yağ vurması var. Plus da yəni çəkməməyin əsas səbəblərindən biri də elə budur. Yəni hava filtrini vaxtı-vaxtında dəyişmək lazımdır. Bu naqar nəyə görə verib onu da izah edeyim sizə. Farsunka solyarkanı püskürür, amma lazımi qədər hava qəbul eləməyəndə alışma düzgün getmir və başlayır naqarlamağa. Plus burada görürük ki, silindirlərin başına yəni su verib, su sızması var. İndi qalovkanı da yoxlanışa göndərəcəyik, turbonu da, radiatoru da.